Casablanca şəhərindəyik. Tutduğumuz evin qiyməti 104 evrodur 2 gecə üçün. Casablanca'da o qədər də gəziləcək, görüləcək yerlər çox deyil. Daha çox moderndir. Bax burada ətlər kəsilir. Sveç ətlər. Burada da sizin gözünüzün qabağında bax burada bişirirlər. Casablanca mərkəzi 5-ci Məhəmməd meydanı deyirlər və turistlərin ən çox gəldiyi yerdir. Bir dənə belə bir şey var. Piraşkiyə bənzəyir. Dedik dadına baxaq. Atlantik okean sahillərinə gəldi. Möhtəşəm bir görüntüdür. Hər kəsə salamlar dostlar. Biz artıq Casablanca şəhərindəyik və artıq axşam gəlmişdik. Tutduğumuz evin qiyməti 104 evrodur 2 gecə üçün. Sizi evi göstərim. Evin durumu bax budur. Belə bir qəşəng qonaq otağımız var. Bunun da görünüşü var. Belə bir tamam tualetimiz var. Amma bu o evlərdən fərqli olaraq burada şey yoxdur. Duş yoxdur. Tuvalet üçün. Mətbəximiz. Burada belə bir terasımız var. Bu da bizim otaqdır. Dostumla mənim. Düzdür ortalıq qarma-qarışıqlıqdır olsun. İnşaatın səsindən bu gün yata bilməmişim. Həm bir şey də qeyd edeyim ki, bu Mərakeşdə evlərin çox soyuq olur, sərin olur. Amma bayır çox istidir. Anlamıram niyə. Casablanca şəhəri çox modern bir şəhərdir. Əslində burada elə o qədər də tarixi gəziləcək yerləri yoxdur. Bir məscid var. 2-ci Həsən məscidi. Dünyanın ən hündür məscidlərindən biridir. Okeanın sahilindədir, Atlantik okeanın. Bir orada gedib bir çəkiliş edəcək. Bir də Casablanca'nın belə deyək mall var, ticarət mərkəzi var. Oraya gedəcək. Orada akvapark falan var. Şöyle orada çəkiş edə orada eləcək. Ondan sonra gedəcək okean sahillərində çimərlikləri gəzəcək və orada çimməyə çalışacaq. Hava deyilənlərə görə 28 dərəcə olacaq bugün. Və onu da göstərir. Belə baxıram. Belə xəyallarımın ardınca Casablanca şəhərindədir. İzləməyə davam edin. Buralar çox maraqlıdır. Dəyərli izləyicilər, gəlmişik Casablanca'da belə bir balaca bir kafedir və özəlliklərindən biri odur ki, bax burada ətlər kəsilir. Sveç ətlər. Toyuq, mal əti, qoyun əti, nə ət istəyirsinizsə seçirsən. Burada da sizin gözünüzün qabağında bax burada bişirirlər. Grill eləyirlər də belə deyək, kabab bizim dildə. Sasikalar da var hətta. Saxsı qablarda isə bunların milli mətbəxi olan tajin yeməyi hazırlayırlar. Yeməklərimizi sifariş elədik. Kabab qarışıq, bir də tajin. Görək nə göstərir. Yeməklərimiz gəldi. Tajin. Mix kababımız. Bax burada pomidor da var, soğan. Amma tajin də buradadır. Yavaş-yavaş dadına baxaq. Tajinin dadına baxmışdın da mən. Ayda çox ləzzət edir də bu. Tajin mənim çox xoşuma gəlir. Bizim bir növ bozbaş kimidir. O soyutmanın dadını verir. Çox ləzzət edir mənim. Nəysə bizə nuş olsun. Bizlə bərabər bizi izləyənlərdən nuş olsun. Dəyərli izləyicilər, gəldik çıxdıq Casablanca şəhərinin qədim şəhərinə, Old City köhnə şəhərə gəldik. Casablanca'da o qədər də gəziləcək, görüləcək yerlər o qədər də demək olar ki, yoxdur, çox deyil. Bura daha çox moderndir. Müasir binalar, sadəcə bu köhnə şəhər və 2-ci Həsən məscidi var, hansı ki memarlığına görə dünyada seçilir, dünyanın ən hündür məscidlərindən biri hesab olunur. Birazdan o tərəfə doğru gedəcək. Hələlik mən sizə köhnə şəhərdən görüntülər göstəreyim. Dəyərli izləyicilər, belə Casablanca'da xanımların əllərinin üstünə xına çəkilir. 50 dirhəm hardasa 5 evrodur. Casablanca digər Mərakeşin şəhərlərinə baxanda daha sivil, daha moderndir. Buna bariz nümunələrdən biri də odur ki, please. Thank you. Please stand low. Yes, thank you. Küçə qatarları var. Bu da dayanacaqları. Çox qəşəng, çox maraqlı.
Demək gəldim, çıxdıq Kasablanka mərkəzinə, hansı ki 5-ci Məhəmməd meydanı deyirlər və turistlərin ən çox gəldiyi yerdir. Başlanğıcı belədir, 5-ci Məhəmməd meydanı və Kasablanka məhkəmə binası buradadır. Və artıq demək olar ki, bütün dünyada artıq məşhurlaşıb bu mimarlıq. Bu meydan gərçinlərlə məşhurdur. Yəni bayağı burada gərçinlər olur. Demək, dəyərli dostlar, qardaşımız burada bax, Mərakeşin milli geyimini geyinir və belə su satır. Arxasında da bax, bu Kabra. 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 Yani bunun adı kabradır. Evet. Süsün. Bəli? Su süsün bir tane. Can you for me? Thank you. Moi le chapeau. Moi le chapeau. Yes. Bax belə sizləri Kasablankadan salamlayıram. Thank you very much. Belə. Bir dənə belə bir şey var. Plaşkiyə bənzəyir. Dedik dadına baxaq, aldıq. Bax belədir. Dayda yolda satılır. Amma bilməm nədir. Mən plaşkiyə bənzətdim. Can I with sauce? Sos? Yes. Acı yiyensen sen. Ay, baxaq dadına da. Başaydım. Rice'dır. Bir də deyəsən kələmdir. Nədir bilmirəm. Belə bir şeydir. Dostlar, gəldiniz test eləyin də Kasablankada. Kasablankada yox, çox yerdə var bundan. Maraqlı bir şeydir. Demək, dəyərli izləyicilər, Mərakeşdə Atlantik Okean sahillərinə gəldi. Möhtəşəm bir görüntüdür. Həyatımda ilk dəfədir Atlantik Okeanda gəlirdim. Atlantik Okean sahilləri belədir. İnsanlar var, turistlər gəlir. Gənclər top, futbol oynayır, nə bilim. Uçsuz, bucaqsız olan Atlantik Okeanı. Salam aleyküm. From Azerbaijan. Yes, thank you. Good luck you. İkinci Həsən məscidinə gəlmişdik. Bir şey diqqətinizə çatdırım ki, hal-hazırda biz gəldik, bax səhər giriş pullandı. Giriş 14 evrodur. Hatırlayırsınız, bundan öncəki videoların birində bu haqda danışmışdım. Müsəlman və yaxud da qeyri-müsəlman fərqi yoxdur. Giriş içəri 14 evrodur. Yəni məscidə girmək bizə kimi pulsuz deyil, pullandı. Məsələ burasındadır ki, saat 1-dən 3-ə kimi müsəlmanlar üçün pulsuzdur. Axşam gəlib çəkiliş eləyə bilərsiniz. Məscidin içində də çəkiliş eləmək olmaz. Yenə də hamısı pullandı, ödənişləndir. Demək, sizə 2-ci Həsən məscidi haqqında ümumi məlumat verim. 2-ci Həsən məscidi Mərakeşin ən məşhur dini və memarlıq abidələrindən biridir və Kasablankada şəhərində bu məscid həm ölkənin, həm də bütün İslam dünyasının ən möhtəşəm tikililərindən biri hesab olunur. Tikintisinə 1986-cı ildə başlanıb və 1993-cü ildə tamamlanıb. Layihə Mərakeş kralı 2-ci Həsən tərəfindən həyata keçirilib. Memarı fransız memar Michel Pinsio olub. Demək, bu dünyanın ən böyük məscidlərindən biridir. Tutumu 25 min nəfər içəridə ola bilər. 80 min nəfər həyətində otura bilər. 25 nəfərsə məscidin içində yəni ibadət edə bilər. Minarənin hündürlüyü bax bu 210 metrdir. Xüsusiyyətlərindən biri odur ki, məscidin bir hissəsi Atlantik Okean üzərində tikilib. Minarədən Məkkəyə doğru lazer işığı yönəldilir. Açılıb bağlanan damı var. Bəzi hissələrdə şüşə döşəmə yerləşir. Dənizi görmək mümkündür məscidin içindən. Bizim yolumuz Rabat şəhərinədir. Paytaxt Rabata
Yola düşürük yavaş-yavaş. Kasablankada günümüz sona çatır. İzləməyə davam edin. Buralar çox maraqlıdır. Dəyərli izləyicilər, paytaxt Rabatda ilk gəldiyimiz məkan belə bir məsciddir. Yavaş-yavaş girək içəri. Çəkiliş edək. Kasablankadakı o 2-ci Həsən məscidindən fərqli olaraq bura giriş pulsuzdur. Bu da demək, həmin o Rabatdakı məscidin qarşıdan olan görüntüsüdür. Qeyri-müsəlmanlara giriş qadağandır. Şəkil zad çəkdirmək istəyirsinizsə Kasablankadakı məsciddə 14 evrodandır giriş. Belə də bir də başa düşəm ki, bunlarda sünni şiə yox, daha çox sufizmdir. Çünki mən orada bir kadr var, çəkdiklərimi unutmuşam. Hələ montaj eləmədiyimə görə yadıma gəlmir. Orada belə bir kadr var idi ki, adam görürsünüz ki, dini mahnı qoyur və belə deyək də Allahı izzətləndirirlər. Belə bir parka gəldik. Bizim dildə desək belə deyə də botanika bağı kimi bir şeydir. Maraqlı yerdir. Nozat Hasan Parkıdır. Bu parkda göllər var, uşaqlar üçün oyun meydançaları var. Qədim yaşı olan ağaclar var. Maraqlı bir parkdır. Şəhər mərkəzində olsa da insanlara rahatlıq verir, huzur verir. Yəni maşınların səs-küyünü o qədər də hiss eləmişsiniz. Ərazisi 8-11 hektar. 8-11 hektar arasından da belə deyək. Küçədə belə bir şey satırlar. Qozlu, fındıqlı belə qəşəng bir şeydir. O da nədir bilmirəm. İndi ondan da aldım, onun da dadına baxacaq. Görək necə bir şeydir. Çox qəşəng belə bir daminli şeydir. Almadır. Alma şirin peşoqda bir olmuyor. Əvvəl biz xoruz eləydik. Hə. Batırıblar ona. Hər bir şişə kimi olur. Okey, hə. Yəni. Bir dişli alaq. Almalı, elə bir şərbətə qatıblar. Müəllimi də çəkəm. Önüm maraqlıdır. Almadı, hə, maraqlı şeydə təcrübə elədik, dadına baxdıq. Demək, dəyərli dostlar, ikinci Həsənin mavzoleyini buradadır. Burada da bax, ikinci Həsən iqamətgahının, belə deyək, giriş nöqtəsi, atlar çox gözəl atır. Girişi, ay, nə qəşəng tamam. Kral ikinci Həsən. Bundan nəsə tikdirəcəkmiş zamanında. Yarımçıq qalıb. Burada da səviləmizə püstümü, yoxsa yəni də belə deyək, mavzoleyin kimi bir şey var. Maraqlı bir görüntüdür. Qapısı açıldı və gələn insanları içəri buraxırlar, turistləri. Rabat şəhərindən sizə gözəl bir mənzərə təqdim edirəm. Möhtəşəm. Möhtəşəm. Sizləri Atlantik Okean sahillərindən salıyorum. Gənclər bax belə qayalardan tullanır, çimirlər. Rabat şəhərinə gəlmişik və Rabatın belə deyə bulvarındayıq. Gəmini restoran eliblər, restoran kimi xidmət göstərir. Dəyərli izləyicilər, gəldik çıxdıq Kaspa des Odayes qalasının qarşısındayıq və yaranma tarixi 12-ci əsrə dayanır. Odayes tayfası tərəfindən aiddir. Onların adına əsaslanır, belə deyək. İndi yavaş-yavaş giririk içəri.
və içəridə nələr var? Kiçik məscidlər var, balaca kiçik kafelər, restoranlar var, turistlər üçün açıqdır. Gördüyünüz kimi hamısı turistlərdir. Alman dostlarımız buradadır. Gəlin. Yavaş-yavaş qalanın içinə daxil oluruq. Burada deyilənlərə görə İspan və Mərakeş memarlığı öz əksini göstərir bu qalanın tikilməsində. Və eyni zamanda burada Şefşon şəhərinin də o memarlığından istifadə olunub, göy ağ rənglərdən. O məşhur qamış suyu burada gəlib çıxıb. Xatırlayırsınızsa Frankfurtda o qamış suyunun dadına baxmışdım. Hindistanlıların o düzəltdiyi qamış suyu burada da var. Belə və eyni zamanda digər meyvə şirələri də düzəldilir. Qaladan çıxdıq, qəşəng bizi bir külək ləzzət edir. Qəşəng külək var. Dənizin mehi də belə deyək. Ləzzət edir adama. Çox gözəl mənzərədə. Mərakeşli bir cavan oğlandır, idmanla məşğuldur və idman klubunun adı da Şamkaldır. İşi böyütmüşük, işi qurmuşuq, şükür olsun Allah, xırda-xırda pul gəlir. Demişdim, dəvə biznesi, indi də Şamkal klubu yaratmışam. Thank you my friend, thank you very much. Good luck you. Salam aleykum. Vay blogger. Oh bro. Oh yeah. Thank you. Ay, arkadaşıydı mesela Allah hepti. Surfing yapanlar, canavarlar, dəlilər. Atlantik Okean sahillərində hər kəs burada topla oynayır. Yerli Mərakeşlərə futbola olan bu böyük maraq var. Futbola çox böyük maraq var. Mərakeş xalqında, Mərakeş insanlarında. Soyuq olsa da ləzzət elədi. Kiçik dedib sizin üçün burada bir çəkiliş eləyim. Bayağı da futbol oynayırlar. Rabat şəhəri mənə görə daha həm moderndir, həm daha qaynar bir şəhərdir. Əyləncəlidir. Dəniz, bol, çimərlik, insanlar. Thank you. Belə görürsünüz də, yəni Mərakeşli gənclər, Rabatlı gənclər necə əyləncəlidir. Çox maraqlıdır. Dünyanı gəzmək, görmək. 13-cü ölkəmdə çox şey gördüm, çox şeylər öyrəndim. Hər bir ölkə, hər bir gəzdiyin, gördüyün yeni ölkə, yeni bir mədəniyyət, yeni insanlarla tanışdıq. Hər şey var. Gəzin, görün, inkişaf eləyin. Çox gözəldir. Mərakeş çox maraqlıdır, Mərakeş. Dostlar, görürsünüz ki, neçə gündür saçım bu vəziyyətdə gəzirəm. Mərakeşdə saçlarımı qıxdıracam. Cəmi 4 dirhəmdə hardasa, yoxsa 3. Neçə dirhəm oldu Rafael? 30 dirhəm. 30 dirhəm. 30 dirhəm. 30 dirhəmə həm üzümü, həm də saçımı qıxdıracam. Qıxdırıb bitəndən sonra, saçımı kəstirəndən sonra bir də elə video çəkəcəm. 4 euroya saçı qıxdırdım. Almaniyada 20 euroya kəstirdik. Burada cəmi 4 euroya həm üz, həm də saç. Belə. Qoy saçımı kəsdirim, sonra görək necə kəsir. Və bu da mən. Almaniyada qıxdırsaydım 20 euroya qırxacaqdım. 16 euroda qabağa düşdük. Dəyərli izləyicilər, gəlmişik Rabatın mərkəzi bazarına, yəni qədim şəhəri var, Mədinə şəhəri, Mədinə deyirlər, yəni qədim şəhər. Burada belə bir şey var, ədvalara bu şəkildə düzəldiblər. Sabun deyir bu. Bunlar ədvaladır. Çox gözəl dizayn veriblər də, yəni. Köhnə şəhərin yanında balaca bir kafedə oturmuşuq və burada neçə gündə axtardığımız o deyilənlərə görə bu Mərakeşin milli kafesi hesab olunur. Kafe Krem adadır.
İstədim sizlərlə bərabər dadına baxaq görək necədir. Bax belədir, görünüşü budur. Şəkərsizdir. Ağzım yandı. Dadı pis deyil, qəşəngdir. Yo, yaxşıdır. Salam dəyərli izləyicilər, sabahınız xeyir olsun. Demək Mərakeşdə, Rabatda, paytaxtda, ümumilikdə bizim Mərakeşdə son günümüzdür. Bu günü də yola veririk, belə deyək. Bugün də Rabatdan Tancerə qayıdacaq maşını təhvil verəcəyik. Axşamı qalırıq, səhərə yaxın inşallah 4 ya 5-də artıq Almaniyaya yola düşəcəyik. Bu günü tutduğumuz evdə burada belə bir qəşəng bir evdir. Doğrudan çox gözəl evdir. Bax, burada qəşəng belə bir divanımız var. Çayımız, qəşəng çay içdik. Belə qəşəng masamız var. Bax, bunların qabları, yeməkləri falanı bu şəkildə bu qablarda servis eləyirlər. Son günümüzdür. Birazdan çıxırıq Tancer şəhərinə yola. Çünki oradan hava limanından uçacaq. Almaniyaya belə bir maraqlı son günümüzü də başlayırıq. Xəyallarımın ardınca Mərakeşdə son günü. İzləməyə davam edin. Buralar çox maraqlı olacaq bugün də. Dəyərli dostlar, demək Tancer şəhərinə qayıtmışıq təzədən. Burada bir dənə balıq sütü sifariş elədik. Maraqlı bir şeydir. Siz yox, daha doğrusu Riyaz sifariş edib. Onun üçün göstər. Balıq qulağıdır, nəsə maraqlı bir şeydir. Nə dadına bax deyə. Bomba kimi, mənə də xoşuma gəldi. Mənim də xoşuma gəldi. Sən özüm də yoxlayım. Allah. Vallahi məcus bir kimi, çox dadlıdır. Dəyişik bir şeysə. Qəşəng bir şeydir, dəyişik bir şeydir. Gəldiniz bura, balıq sütunun dadına baxın, mütləq. Qırmızı balıq. Qəşəng balıq. Kalimar, nə bilim, kruyuska, çox qəşəng. Çağımın niyəsi? Məkan qəşəng məkandır, yeri yox. Məkan balacadır, bax, belə dostlar. Belə balaca məkandır. Burada biraz, yəni, belə deyil, biraz yaxşı baxmırlar kameraya çəkir. Balaca kafedir. Orada da balıqlar. Müştərisi çoxdur da, yəni kafe tıklım-tıklımdır. Belə, dəyərli izləyicilər, növbəti buraxılışımız da bax belə sona çatdı. Səyahət elədiyim 13-cü ölkə idi. Yeni bir mədəniyyətlə, yeni bir mətbəxlə, yeni insanlarla, yeni bir coğrafiya ilə tanış olduq. Doğrudan da çox gözəl səfər oldu. Ümidvaram ki, siz izləyicilərin də xoşuna gəldi. Xəyallarımın ardınca növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik deyirəm. Sağ olun.